Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Hər vaxtınız xeyirli olsun, əziz dəyərli izləyicilər, əziz dəyərli möminlər və bu günləri artıq yeni bir mövzumuza başlayırıq. Mərifətullahın işığında və ilk danışacağımız mövzu Allahı tanımağın əhəmiyyəti. Niyə görə bir şəxs Allahı tanımalıdır? Bir insan Allahı tanımalıdır? Niyə? Və buna inşallah ki, cavab axtaracağıq. Allahı tanımaq insan həyatının əsas prioriteridir. Ali hədəf nədir? Allah. Düşünək insanı necə? Elə bil A məntəqəsindən B məntəqəsinə gedən bir müsafirdir. Ortada da bir yol var, daha doğrusu yolu yoxdur, mənzərə var. Və gəlib orada dincələcək. Adi insan budur ki, gəldi, ilişdi, o mənzərədə qaldı. Ali insan budur ki, gəlsə, dincəlsə belə o mənzərədə ilişmir, gedir məqsədə doğru, B məntəqəsinə doğru. Allah da bunu bizdən istəyir. Deyir, mən səni yaratmışam. Deyir, bu dünya müvəqqətidir. Oyun oyuncaqdır. Quran təvhidincə desək. Əsas hədəf mənəm. Mənə doğru gəlin. Sən gedib yolunu şaşma, gəldin, ilişdin, dünyada qaldın. Yox, belə olmasın. Dünya ali insan üçün axirətin əkin sahəsidir. Amma ki, ali insan da bu dünyanı yaşayır. Amma adi insan necə yaşayır? Elə bil ki, bu dünyada həmişə var. Bəli, hədislərimizdə var ki, dünya üçün yaşayanda elə yaşayın ki, elə bil bu dünyada həmişə yaşayacaqsınız. Amma ki, axirət üçün çalışanda elə bilin ki, yəni bu dəqiqə, elə bu gün son anlarındır artıq. Elə düşünməlidir insan. Ali həyat, adi həyat. Kamil insan, adi insan. Quran nə deyir bu barədə? Deyir, and olsun ki, cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qavramayan qəlbləri, görməyən gözləri, eşitməyən qulaqları var. Yəni haqqı. Onlar heyvan kimidirlər, hətta daha çox zəlalətdədirlər. Əsl qafil onlardır. Bir də insan barəsində başqa bir ayədə deyir ki, biz mələklərə Adəmə səcdə edin dedikdə iblisdən başqa hamısı səcdə etdi. O isə təkəbbürlənərək boyun qaçırdı və kafirlərdən oldu. Baxın, 2 dənə yaşamdır. İnsan yaranıb. Və insan yarananda ona bu həyat müftə verilib. Qarşılığında bir şey istəməyiblər bizdən. Və onsuz da Allah bizim yəni ali həyatda da qarşılığında bir şey istəmir. Allah bundan uzaqdır. Allah ehtiyatsızdır. Allahus Saməd. Allah ehtiyatsızdır. Amma ali həyata çatmaq üçün insan nə etməlidir? Çalışmalıdır, vuruşmalıdır. Necə çalışıb vuruşmalıdır? Bir var sənə yemək gətirirlər qabağına, yeyirsən nuşsanlığına. Bir də var ki, sən özün işləyirsən, çalışırsan, o pulla gedirsən, ərzaq alırsan, ərzağı da gətirirsən, bişirirsən, yeyirsən. Hansı daha ləzzətlidir? Hansı daha sənin üçün maraqlıdır? Adi həyat insana müftə verilir və sən çalışırsan ali həyata çatmaq üçün. Məqsəd ali həyatdır. İnsan yaranmayıb ki, elə bir yerdə dayansın. İman, yəni sabit qalmır. Günlər keçdikcə, sən onun üstündə işləyirsən, o artır. Və yaxud da ki, avtomatik günlər getdiyinə görə o da nə edir? Azalmağa başlayır. Azalır. Hər gün geriyə düşürsən üstündə çalışmasan. Hər gün geriyə düşürsən. Hər bir gün qənimətdir. İnsan bu qənimətin qədrini bilməlidir. Allaha yaxınlaşmaq üçün dedik axı, dünya axirətin əkin sahəsidir. Nə deməkdir bu? Yəni insan Allahı tapmalıdır həyatında və buna uyğun hərəkət etməlidir. Buna uyğun yaşamalıdır. Bəs deyirsiniz ki, deyirsən gözəldir. Yəni adi həyat, ali həyat, ali həyata çatırsan, kamilləşirsən. Bəs kamilləşməyin şərti nədir? Hansı yolla gedək kamilləşək? Allahı tanımaq. Başqa bir yolu yoxdur. Bəzi düşüncələr var ki, deyirlər ki, nə bilim,
kamilləşmək üçün filan bir qayda, metod və yaxud da xoşbəxtliyə çatmaq üçün filan metod. Və adi həyatın, ali həyatdan fərqi budur ki, ali həyata çatan daim xoşbəxt. O bəzi şəxslər var ki, söyləyirlər ki, xüsusilə fəlsəfədə mütləq xoşbəxtlik yoxdur. Niyə? Çünki məhdud resurs şəraitində sonsuz tələbatlar heç bir zaman ödənilə bilməz. Çünki tələbatlar sonsuzdur, resurslar da məhduddur. Cavab budur ki, çünki Allahı tapmayıblar. Allahı tapan daim xoşbəxtdir. Mən səhv etmirəm, adı yadımdan çıxıb, hansısa belə deyək də, fəlsəfə dərslərində hansısa alimin belə deyək də, belə bir düşüncəsinə rast gəlmişdim. Cavab da budur ki, Allahı tapmayıb. Allahı tapsaydı daim xoşbəxt idi. Daim xoşbəxt idi. Çünki Yusif peyğəmbər quyunun dibində də xoşbəxt idi. Niyə? Allahı tapmışdı, Allaha güvənirdi, Allaha sığınırdı, aram idi. Xoşbəxtlik yəni bərabərdir aramlıq. Allahı tanımaq bərabərdir xoşbəxtlik, xoşbəxtlik bərabərdir aramlıq. Və yaxud da tərsinə Allahı tanımaq bərabərdir aramlıq, aramlıq bərabərdir xoşbəxtlik. Qaydadır bax. İstəyirsən aram olasan, istəyirsən xoşbəxt olasan, Allahı tap. Tap Allahı həyatında. Allahı tapmaq fitrətimizlə ziddir, yəni Allahı tanımaq. Yox. Necə izah eləyərəm? Bu qaydada ki, insan daim Allah axtarışında. Daim Allah axtarışında. Ya Allaha gedib ibadət və itaat edəcək, ya da Allahdan keçsin. Ya bu qaydadır da. Yəni sən Allaha necə yemək, yəni aclıq hissi var səndə. Allaha yəni belə deyək, tapmaq ehtiyacı da var səndə. Kiməsə tapınacaqsan. Ya Allahı tapınacaqsan, ya Allahdan qeyri elə. Deyir, öləndə insana deyərlər ki, qəbirdə Rəbbin kimdir? Yəni çox, yəni belə sual da mühüm sualdır. Rəbbin kimdir? Yəni kimə görə yaşadın? Kimə görə o həyatını hədləndirdin? İnsan var bir insana görə. Bağışlayın məni, bir xanıma görə və yaxud da bir bəyə görə öz həyatını hədləndirər. İnsan var pula görə, insan var varlı yaşayışa görə, fərqli-fərqli nüanslar var, övlada görə. Onlara hər birini verən Allahdır. Rəbb odur. Rəbb odur. Ona görə həyatımızı şəkilləndirməliyik. Ondan qeyrilərinə görə şəkilləndirsən, heç bir yerə də çatmayacaqsan. Və bu qaydadır. Ali həyatda yaşasan nə olar? Yəni Allah sənin əlindən tutur onsuz da, əlbəttə ki də. Hər bir insanın əlindən tutur. İnsan özü istəməyəndə daha nə olur? Allah onu öz başına buraxır. Öz başına buraxır o demək deyil ki, ondan hər bir şeyi alır ha. Bütün nemətləri də, bütün qapıları da açır üzünə. Get. Bütün qapıları açmışam sənə. Kulminasiya nöqtəsinə çatanda artıq insan ki, o dünyanın xoşbəxtliklərin belə deyək də, aldanıb dünya bərbəzək, hər bir şey var, dövlət, deyir məndən yoxdur. O öldü. Nə oldu Nəmruda? Nə oldu Firona? Gəldi bir həddə çatdı ki, Allahlıq iddiası etdi. Allahın nemətlərindən istifadə edəsən, Allahlıq iddiası edəsən. Biri milçə ilə, həşəratla öldü. Biri də ki, suda qərq oldu. Nə oldu da? Yəni ki, Allaha qarşı Allahlıq eləməyə dəymir. Və mənasızdır da. Bizim yaşam prioritetimiz bu deyil. Dünyaya aldansan gəlib o həddə çatacaqsan. Ən azından üsyan eləyəcəksən Allaha. Allahı tapmalıdır ki, insan üsyan eləməsin. Bəd düşüncələr nədən irəli gəlir? Allahı tapmırsan həyatında. Portretdə ki, Allahı görsən, heç o bəd düşüncələr gəlməyəcək sənə. Bəqərə surəsi 30-da deyir, vaxtilə sənin Rəbbin mələklərə mən yer üzündə bir xəlifə yaradacağam demişdi. İnsana Allah xəlifə deyir. Deyir, səndə o potensial var, mənim bəndəm. Xəlifəli potensialı var səndə. İstifadə etdi o potensialdan. Niyə görə dedik ki, deyir, hətta onlar heyvandan daha da aşağıdırlar. Bəzi kəslər. Niyə? Çünki heyvana o potensialı verməmişdim. Heyvan da yesin, sən də ye. Heyvan da ancaq yaşamağı üçün şərait axtarsın və mən də axtarım. Da nə oldu?
Mənim heyvandan nə fərqim oldu? Heyvana şuur verməmişdim, amma sənə vermişdim. Mən də mənə çata bilərdin. Necə, yəni mənim o yolda ola bilərdin. Ali məqsədlərə çata bilərdin. Çatmadın. Özün istəmədi. Ona görə heyvandan aşağısan. Və yaxud da mələkdən üstünsən. Bir yerə gəlib çatarsan ki, mələklərin müəllimi olarsan. Ucalarsan. Çünki mələyə mən nəfs verməmişdim, amma sənə nəfs vermişdim. Sən nəfsivə qalib gəldin. O nəfsi əmmar, nəfs əslində nəfsi əmmarədən söhbət. Nəfsi əmmarə ki səndə var idi. Ona qalib gəldin. Nə oldu? Ucaldın. Müftə verilib adi həyat bizə. Bağdır, hə, verilib. Ali həyata çatmaq üçün oradakı alaqları təmizləməlisən. Çıxan alaqları təmizləməlisən. Təmizləməsən nə olacaq? Batıb gedəcək. Olacaq dağ. Bağa baxarsan, bağ olar, baxmazsan dağ olar. İnsan bax belədir. Rəbbimiz deyir ki, mən yer üzündə bir xəlifə yaradacağam demişdi. Onlar belə demişdilər. Orada fitnə fəsad törədib qan tökəcək bir kəsmi yaratmaq istəyirsən, yaradacaqsan. Halbuki biz sənə şükür edərək kəndinə təriflər deyir və səni müqəddəs tuturuq. Allah şübhəsiz ki, mən sizin bilmədiklərinizi bilirəm demişdi. Allah Adəmə hər şeyin adını öyrətdi. Sonra onları mələklərə göstərərək, əgər doğru deyirsinizsə bunların adlarını mənə bildirin dedi. Mələklər dedi, sən bütün nöqsanlardan uzaqsan, biz sənin bizə öyrətdiklərindən başqa heç bir şey bilmirik. Şübhəsiz ki, sən hər şeyi bilənsən, hikmət sahibisən. Allah dedi, ey Adəm, bunların adlarını onlara bildir. Yəni Adəm, yəni insan, nümunəvi insan nə olur? Allah. Onsuz da bütün vasitələr Allah qərar verir, Allah yolunda olanda. Və o vasitələrdən istifadə edirsən, yəni Allah sənin müəllimin olur, sən tələbə olursan, gəlirsə ucalırsan bir nöqtəyə ki, gəlirsə olursan mələklərin müəllimi. Nədir o vasitələr? Deyir, vasitələr nəsib eləyir Allah. Peyğəmbərlər, Əhl-i-Beyt nümayəndələri, Allahın göndərdiyi səmavi kitablar, hər biri vasitədir. Hər bir. Hələm bunlar yəni zəruridir. Allahın nemətlərini saysan sayıb qutara bilməzsən. Bütün göllər, okeanlar, nə qədər sular bilirsən, su hövzələri bilirsən, hamısı mürəkkəb olsun, ağaclar, qələm olsun, yazıb qutara bilməz. Və bu qeyri-mümkündür də. Bəzən insan naşükür olur. Heç həmdsəna da etmir. Həmdsəna etmək nə deməkdir? Hələm ora çatmayım, bu məsələni açıqlayım. Nə zaman insan başa düşür əlindəki nemətin qədrini? Yəqin ki, hamınız mənimlə razılaşarsınız ki, itirən də. Gözün qədrini görməyən bilir, qulağın qədrini eşitməyən bilir. Azə bəzi maddi mən nümunələrdən çəkdim. Aramlığın qədrini aram olmayan bilir. Aramlığın qədrini aram olmayan bilir. İmanın qədrini öləndən sonra imanlı olmayan bilir. O potensial sənə verilmişdi. Bilmədin qədrini. Hər saniyənin, hər saatın qədrini ölən insan bilir. Deyir, qaytar məni geri. Geri qaytar, mən düzələcəm. Hər biri nemətdir. Əlhəmdülillah. O qədər rəhmət və sevgisi var bizə. Hər şey mənim üçün. İnsan bu açıdan düşünsün də, onda eşq yaranır da. Razısınız mənimlə. Əbədi bir eşq. Ta insan yaranandan ölür, yəni bu həyat üçün ölür. Əbədiyyət həyatı başlayır. Nə oldu? Eşq davam eləyir ələmdə. Eşq davam eləyir. Allah və insan. Bu böyük bir eşq da. O qədər sənə rəhmət var. Ananın rəhməti Allahın rəhmətindən qaynaqlanır. Qaynaqdır. Allahın rəhməti burada elə düşün ki, 1%. Qiyamətə deyir saxlamışam ha. Deyir qiyamətə saxlamışam. İnsan bunları biləndə elə bilir ki, cəhənnəmə heç kim getməyəcək. Vallahi elə bilirsən ki, cəhənnəm bu qədər rəhməti içində insan cəhənnəmə gedər. Absurd bir haldır da. İnsana yəni qəribə gəlir. İnsan o qədər rəhmət edir, yox, istəmirəm. Ya Allah, öz başına buraxıldım. Deyir, get bildiyi belə. Deyir, o zaman biz Musaya kitabı, Furqanı verdik ki, bəlkə doğru yola yönələsiniz. Allah peyğəmbərlər verib, Quran verib, kitablar, səmavi kitablar, müəyyən nümunələr, nümunəvi insanlar, Əhl-i-Beyt nümayəndələri. Hamısı nədir? İnsanın doğru yola yönəlməsi üçün bir vasitədir.
Təvəssül mövzusu da elə burada açılır. Ola bilər ki, bir insan bir müddət azğınlıqda olub. Allah deyir gəl tövbə elə. Tövbə eləyən mən səni bağışlayacağam. O zaman Musa öz qövmünə dedi: "Ey qövmüm, siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Yəni şirkə bulaşdınız. Odur ki, yaradanınıza tövbə edin və özünüzü öldürün. Bu yaradanınızın yanında sizin üçün xeyirlidir. O sizin tövbənizi qəbul etdi. Doğrudan da o tövbələri qəbul edəndir, rəhimlidir." Hətta ömrünün bir yarısını şirkə, Allaha şirk qoşmusan və ayılmısan, bilmisən, tövbə elə deyir bağışlayıram mən. Bağışlayıram mən, deyir rəhimliyəm mən. Mən deyir rəhimliyəm. Ey insan bunu başa düş. Deyir mənim ehtiyacım yox. Deyir mən Allahus Saməd. Ehtiyacsızam. Sənin mənə ehtiyacın var dolğun yaşamaq üçün, gözəl yaşamaq üçün bu həyatı. Dünya axirətin əkin sahəsidir. Bəziləri deyir ki, dinə belə deyək də, insan başlayanda və yaxud da dinlə maraqlananda artıq o bu dünyada elə bil üzülür, gedir də, yəni durur kənarda, heç bir, yəni bəzi insanların təfəkkürü də bunlardan. Vallah düzgün bir fikir deyil. Dünya axirətin əkin sahəsidir. Adi insan bu kimi baxır dünyaya. Adi insan elə aramlığı yoxdur adi insanın. Adi insanın aramlığı yoxdur. Niyə yoxdur? Çünki elə bilir ki, ruzini özünə özü verir. Adi insan düşünür ki, ruzini Allah verir, sadəcə mən hərəkət edirəm. Və nə oldu nəticə? Nə oldu nəticə? Nəticəmiz bu oldu ki, Allahı tanımaq bərabərdir ixlaslı yaşam. O da bərabərdir nəyə? Aramlıq, aramlıq da bərabərdir mütləq xoşbəxtliyə. Mütləq xoşbəxtliyə. Belə. İndi ki, biri sual verər ki, bəs nədə, hardan başlayaq? Necə başlayaq? Hansı nöqtədən başlayaq? Əməllərimizdə ixlasdan. Hədisdə var, deyilir ki, 40 gün ixlasla yaşasan, qəlbindəki hikmət çeşmələri dilvə süzülər. Dilvə süzülər. Düz biz bacarmarıq o qədər də bütün əməllərimizə 40 gün müddət ən azından səhvimiz də olar. Bəs necə eləyək? Yəni acizik də necə eləyək də? Hansı üsulla eləyək? Əslində insan bacarır, insanda o potensial var. Sadəcə o qədər öyrəşmiş ki, bu günahlara və sair və ilaxı vərdiş yaradıb da artıq çıxmışıq öz cızığımızdan. Bəs necə eləyək geri qayıdaq? Harda zəif nöqtələrimiz var? Onları yazaq. 40 gün onun üstündə əlləşək. Allah deyir, baxma buna, baxırdın, baxma. 40 gün olmaz. Elə bir resept yazılıb, sənə o reseptə əməl elə. Reseptə əməl eləsən düzələcəksən. Bir insan gedir həkimə deyir, kolbasa yemək olmaz. Niyə? Deyir, axı mən xoşlayıram da, dayana bilmirəm. Deyir, yox, yara salır sənin mədədə, olmaz. Başlayır, neynəyir? Birinci ilk günlər izdirablı olur, o dərmanlar da acı və sair belə axır. Sonradan başlayır onun üçün şirinləşməyə. Bir insan günaha baxır, Allah deyir, baxma. Başa düşdü ki, baxmaq lazım deyil, indi gözünü də çəkə bilmir, neynəsin? Getsin Quran oxusun. O ki, daha məsləhət budur ki, baxmasın, getsin Quran oxusun, gözlərini onunla nurlandırsın. Baxmasın, bir müddət sonra düzəlib gedəcək. Bəzi şeylər vərdişdən qaynaqlanır. Və bu belədir ki, var. Heç kim dünyaya gələndə günaha alüdə olmur. Ancaq o birinci insanda günahın düşüncəsi yaranır. Günahın düşüncəsi yaranır, sonra isə o artıq həyata keçirirsən. Və şeytan da deyir ki, mən ixlaslı bəndələri heç nə eləyə bilməyəcəm. Deyir, onların bütün hamısını azdırmağa çalışacam. Müəyyən yollarla, elə din yolu ilə də olsa azdırmağa çalışacam. Amma ixlaslı bəndələri heç nə eləyə bilməyəcəm. Və ixlasla yaşayan şəxs, xalis niyyəti Allah olan şəxs, məqsədi Allah bilən şəxs azmır. Bir, ikinci mütləq xoşbəxtlik. Həm bu dünyada yaşayır, həm o dünyada yaşayır. Yəni cənnət də onun üçün həm bu dünyada olur, həm o biri dünyada olur. Və nəticə də bu. İndi insanın özü seçsin, adi həyat yoxsa ali həyat. Bəli, bu. Təşəkkürlərimi bildirirəm hər birinizə. Bugünkü mövzumuz da bu qədər idi. İnşallah gələn mövzuda görüşənə qədər
Çalışdım, əlimdən gələni edim. Allah, bu mövzunu bərəkətli eləsin və düşünürəm ki, ən vacib mövzulardan biridir. Çünki hər bir şey, Quran, peyğəmbərlər, hər bir şey gəlir, yığışır. Nə üçün lazımdır? Biz Allaha çataq. Bəli, bu. Təşəkkürlərimi bildirirəm bir daha. Sağ olun, salamat qalın. Gələn mövzularda görüşənə qədər inşallah. Təşəkkürlərimi bildirirəm.